Salam, Xətai rayonu 261 nömrəli məktəb liseyin ibtidai sinif müəllimi Dadaşova Fidan. Gəlin yeni mövzu ilə tanış olaq. Əvvəlcə verilmiş şəkillərdə əşyaların kəmiyyətini müəyyən edək. Əvvəlcə sol tərəfdəki şəkillərə nəzər salaq. 3 gül, 4 alma, 5 üçbucaq, 2 qələm. Sağ tərəfdə isə qırmızı donlu qız birinci, uzun saçlı qız ikinci, göy şalvarlı oğlan üçüncü, yaşıl köynəkli oğlan dördüncü dayanmışdır. 3, 4, 5, 2 və yaxud birinci, ikinci, üçüncü, dördüncü sözlərini eşitdik. Bu sözlərlə biz ikinci sinifdən tanışıq. Bu sözləri say bildirən sözlər adlandırırdıq. Ancaq bugün say bildirən sözləri say adlı nitq səsi ilə əvəz edirik. Sayın özünə məxsus xüsusiyyətləri var. Say, neçə, nə qədər, neçənci suallarından birinə cavab verir. Say əşyaya aid olur. Say cümlədə isimdən əvvəl gəlir. Saylara aid nümunələrə baxaq. Birinci sinif 7 alma, 50 yaş, 6 stul və s. Sayların quruluşca 3 növü var. Sadə, düzəltmə, mürəkkəb. Sadə saylar yalnız kökdən ibarət olur. Gəlin nümunələrə baxaq. Sadə saylar 10, 2, 20, 5, 6, az, çox. Düzəltmə saylar sadə sayların sonuna leksik şəkilçi artırmaq yolu ilə düzəlir. Nümunələri izləyək. 5-ci, minlərlə, çoxlu, 6-cı, 10-cu. Mürəkkəb saylar isə ən azı 2 sayın birləşməsindən əmələ gəlir və defislə yazılır. Gəlin mürəkkəb saylarla tanış olaq. 3, 4, 5, 10, 30, 40, 5, 6, 7, 8 və s. Mürəkkəb sayların bir qismi 2 və daha artıq sözlə ifadə olunur və ayrı yazılır. Gəlin nümunələrə baxaq. 15, 3də 1, 156, 268 və s. Sayların mənaca 2 növü var. Miqdar sayları, sıra sayları. Gəlin bu məna növlərinin üzərində ayrılıqda dayanaq. Miqdar sayları əşyanın miqdarını bildirir. Neçə, nə qədər suallarından birinə cavab olur. Gəlin nümunələri izləyək. 10 qələm, 12 şagird, 5 dəftər, 8 çanta və s. Saylar insan bildirən isimlərlə, heyvan adları bildirən isimlərlə, əşya adları bildirən isimlərlə birgə işləndikdə bir çox sözləri qəbul edir. Bu sözlər nəfər, baş, ədəd, cüt və s. kimi sözlərdir. Saylar insan adı bildirən isimlərlə işləndikdə nəfər, heyvan adı bildirən isimlərlə işləndikdə baş, əşya adı bildirən isimlərlə işləndikdə isə dədə, cüt kimi sözləri qəbul edir. Gəlin nümunələrə baxaq. 5 nəfər uşaq, 3 nəfər polis, 6 baş inək, 3 baş qoyun, 5 dənə armud, 1 cüt başmaq. Sıra sayları əşyanın sırasını bildirir. Miqdar saylarının sonuna ıncı, inci, uncu, üncü hissəcikləri artırmaq yolu ilə sıra saylarını düzəldə bilərik. Gəlin nümunələrə baxaq. Məsələn, 5-ci sinif
İkinci kitab, 9-cu mərtəbə, 3-cü oğlan və s. İndi isə sayla bağlı çalışmaların üzərində işləyək. Verilmiş miqdar və sıra saylarını müvafiq yerlərə yerləşdirək. Gördüyümüz kimi bir tərəfdə cümlələr, digər tərəfdə isə saylar verilib. Gəlin əvvəlcə cümlələrlə tanış olaq. Səkinə nənə qutab bişirdi. Qardaşım sinifdə oxuyur. Binanın qarşısına sakin toplaşmışdı. İndi isə sayları uyğun yerinə qoyaraq oxuyaq. Səkinə nənə 20 qutab bişirdi. Qardaşım 5-ci sinifdə oxuyur. Binanın qarşısına 30-40 sakin toplaşmışdı. Başqa bir nümunəyə nəzər salaq. Nəfər, baş, dənə sözlərini uyğun sözlərlə oxla birləşdirək. Gördüyümüz kimi sol tərəfdə 3 dənə, 5 baş, 7 nəfər kimi söz birləşmələri verilmişdir. Sağ tərəfdə isə öküz, çanta, şagird sözləri verilmişdir. Gəlin o uyğun sözləri oxla birləşdirək. 3 dənə çanta, 5 baş öküz, 7 nəfər şagird. Növbəti çalışmaya nəzər salaq. Verilmiş sayları məna növlərinə ayıraq. Əvvəlcə saylarla tanış olaq. Az, 7, xeyli, 6-cı, 4, 10-cu. Gördüyümüz kimi məna növləri verilib, miqdar sayları, sıra sayları. Gəlin qruplaşdıraq. Əlbəttə ki, bu çalışmanı belə yerinə yetirəcəyik. Miqdar sayları az, 7, xeyli, 4. Sıra sayları 6-cı, 10-cu. Gəlin növbəti çalışmanı izləyək. Verilmiş cümlələrdə sayları müstəqil olaraq müəyyən edin. Nigarın yaşı var. İnsanın üzündə gözü, burnu, ağzı var. Dilimizdə hərf, səs var. Nənə nəvəsinə cüt corab toxudu. İndi müvafiq sayları yerinə qoyaq. Əlbəttə ki, birinci cümlədə müstəqil olaraq istədiyiniz sayı əlavə etmək olar. Nigarın 5 yaşı var. Nigarın 7 yaşı var və s. İkinci cümlədə isə artıq dəqiq sayları yerinə qoymaq lazımdır. İnsanın üzündə 2 gözü, 1 burnu, 1 ağzı var. Üçüncü cümlədə bizdən dəqiqlik tələb edir. Dilimizdə 32 hərf, 34 səs var. Dördüncü cümlədə isə müstəqil olaraq istədiyiniz sayı əlavə edə bilərsiniz. Nənə nəvəsinə 5 cüt corab toxudu. Nənə nəvəsinə 10 cüt corab toxudu və s. Növbəti çalışmaya baxaq. Saylara uyğun isimləri seçin. Əlbəttə ki, sol tərəfdə saylar verilib, sağ tərəfdə isimlər verilib. Gəlin tanış olaq. Saylar 23, 1, xeyli, 2, 9. Sağ tərəfdə isə Samit, Ulduz, Valideyn, Günəş, Sait. Uyğunlaşdıraq. 23 Samit, 1 Günəş, xeyli Ulduz, 2 Valideyn, 9 Sait. Beləliklə, biz bugünkü dərsimizdə saylar, onların quruluşca növləri, məna növləri ilə tanış olduq. Diqqətinizə görə təşəkkür edirəm.